10 min addım atmaq, yoxsa onun yerinə idman etmək? Gəlin bu məsələni bir dəfəlik həll edək. Son 7-8 ildir ki, gün ərzində məhz 10 min addım atmaq haqqında xəbərləri çox eşidirik. Sağlam həyat tərzi keçirməyə başlayan bütün insanlar gün ərzində mütləq 10 min addım atdıqlarını dilə gətirirlər. Gəlin baxaq, 10 min addım bizə nə verir? Sürətindən asılı olaraq ortalama 10 min addım atmaq bir insanda 300-350 kalori yandırır. 10 min addım atmaq üçün təxminən 1 saat 20 dəqiqə sərf olunur. 1 saat 20 dəqiqə ərzində edilən güc idmanı isə təxminən 600-800 kalori yandırır. Əlavə olaraq bu 10 min addım bizə bədənimizə lazım olan əzələ kütləsini yığmaqda və bədənimizi formalaşdırmaqda çox da yardım edə bilmir. 1 saat 20 dəqiqə yox, məhz 30-40 dəqiqə güc idmanları edərək daha optimal nəticələr ala bilərik. Yürüyüş etmək təbii ki faydalıdır. İnsan gününü oturaq vəziyyətdə keçirməməlidir. Lakin daha ağıllı idman strategiyası qurmaqla daha gözəl nəticələr alacağıq. Uğurlar! Səhifəni izləməyi unutmayın.